Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. Jurnalist Sara Əzimova qurumun publik hüquqi şəxsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sara Əzimova bugün kollektivə təqdim olunub. Birinci vitse-prezident və vitse-prezidentlərin bagajları gömrükdə yoxlanılmayacaq. Bu, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan gömrük məcəlləsində təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədlərindən keçən Azərbaycanın birinci vitse-prezidentinin və vitse-prezidentlərinin, baş nazirinin, onun müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Milli Məclis deputatlarının və insan hüquqları üzrə müvəkkilinin şəxsi bagajları gömrük yoxlamasından azaddır. Həmçinin xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi bagajları gömrük baxışından azaddır.